Bu asfaltı qaldıraq, maşınlar altından keçsin, yoxsa necə eləyək? Bir neçə gün əvvəl Kanal 21-in təsisçisi və baş redaktoru Fərhad Quliyev tərəfindən Ağcabədi şəhərinin mərkəzi küçələrindən birinin bərbad vəziyyətdə olması ilə bağlı video sujeti hazırlanaraq ictimaiyyətə təqdim edilmişdi. Həmin görüntülərdə yolun uzun müddətdir ki, təmir olunmadığı, asfalt örtüyünün sıradan çıxdığı və avtomobillərin hərəkətində ciddi çətinliklərin yarandığı açıq şəkildə əks olunurdu. Hörmətli Rafil müəllim, siz gözəl ağsaqqalsınız, gözəl rayonumuzun rəhbərisiz. Ümid edirəm ki, bu məsələ ilə bağlı ümumiyyətcə tək bura deyil, Ağcabədinin mərkəzi yolları ilə bağlı göstəriş verəsiniz. Bu insanlar yazıqdır həqiqətən. Çünki söhbət bura girib çıxmaqdan da getmir. Burada maşınlar çox bərbad bir vəziyyətə düşür. Eyni zamanda rayonumuza gələn qonaqlar bu yolları görəndə həqiqətən çox insan pis olur da, bilirsiniz də, yol mədəniyyətdir. Mən ümid edirəm ki, bu məsələ ilə bağlı aidiyyəti qurumlar ölçü götürəcək. Məsələ ilə bağlı Ağcabədi şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Fikrət Allahverdiyev problemin həlli istiqamətində dərhal tədbir görərək aidiyyəti qurumları səfərbər edib. Nəticədə sözü gedən küçədə təmir işlərinə başlanılıb və qısa müddət ərzində yol asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Ağcabədi rayon icra hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi nümayəndəsi Allahverdiyev Fikrət aydın olub. Bildiyimiz kimi bu qış həqiqətən çox yağışlı vəziyyətdə keçdi. Yağış, qar uzun müddət dayanmırdı və bu uzun müddət yağan yağış nəticəsində də şəhərimizin o asfalt yollarında harda müəyyən miqdarda o istismar müddətinin başa çatmış hissələrində artıq böyük çuxurlar əmələ gəlmişdi. Çalaların çox həcmi çox artmışdı. Ən çətin problem vəziyyəti yerlərdən biri də bu Göyçə küçəsi adlandırdığımız küçədə idi ki, hansı bir bazarın qarşısında. İndi biz bugün havanın yaxşı olmasından istifadə edərək asfaltlaşma işlərinə başladıq. Hüsnü Hacıyev Göyçə küçəsi Heydərli prospektində təmir işlərini davam edirik. İndi gördüyünüz kimi yenə də axşam tərəfidir, hava yenidən pisləşir. Biz çalışacağıq ki, saat 1-2 kimi əlimizdə olan o asfaltı tam istifadə eləyək və havanın 12-dən sonra yenidən pisləşməsi gözlənilir. Və indi hava imkan verdikcə biz şəhərimizdə qalan bütün problemləri də həll edəcəyik və bütün çaralar tam təmir olunacaqdır. Yalnız bu hava şəraitindən bağlıdır ki, belə fasilələr vəziyyətində işləyirik. Göyçə küçəsini təmir edirik. Göyçə küçəsindəyik. Təzə xəstəxanaya gedən yolda. Sağ olsunlar ki, düzəltdilər. Allah başçımıza dəyməsin. Allah devlətimizə dəyməsin. Allah sağ olsunlar ki, gediş-gəliş yox, gedə bilmirdilər. Sökəydi. Maşınlar keçənmədi burada. Sağ olsunlar. Allah başçımıza dəyməsin. Hökumətimizə dəyməsin. Kanal 21 olaraq görülən operativ tədbirlərə görə Fikrət Allahverdiyev və aidiyyəti qurumlara təşəkkür edirik. Ümid edirik ki, bu cür həssas yanaşma gələcəkdə də davamlı olacaq və digər problemlər də eyni çevikliklə həllini tapacaq.